Azərbaycan xalqı son 2 əsrdə silahlı münaqişələr, işğal, etnik təmizləmə və soyqırımlar nəticəsində böyük itkilər yaşayıb. Tarixən Azərbaycanlıların məskunlaşdığı ərazilər şimalda Böyük Qafqaz dağlarından, cənubda Həmədan şəhərinə, şərqdə Xəzərdən, qərbdə Türkiyə sahillərinə qədər uzanmış, müasir Ermənistan ərazisi də tamamilə bu torpaqlara daxil olmuşdu. Buna görə də qədimdən həmin torpaqlar Qədim Azərbaycan adlanır. Qərbi Azərbaycan ərazisi hələ eramızdan əvvəl 9-cu əsrdə Manna dövlətinin tərkibində olmuş, sonraki dövrlərdə Qaraqoyunlular, Səfəvilər, digər Azərbaycan dövlətlərinin mühüm bölgəsi kimi tarixdə qalmışdı. 15-ci əsrdə Qaraqoyunlu Cahanşahın razılığı ilə 1441-ci ildə Erməni Qriqoryan kilsəsinin mərkəzi Eçməzdinə köçürülməsi bölgənin gələcək taleyinə təsir edir. Həmin vaxtdan başlayaraq bu ərazilərə məqsədyönlü şəkildə ermənilərin köçürülməsinə başlanılır. İrəvan xanlığı Azərbaycan tarixində mühüm rol oynamışdı. Lakin 1828-ci ildə Türkmənçay müqaviləsindən sonra Çar Rusiyası bu torpaqlarda erməni vilayəti yaratdı və İrəvanı Cənubi Qafqazda ermənilərin mərkəzinə çevirmək siyasətini həyata keçirdi. 19-cu əsrin sonlarına yaxın Cənubi Qafqazda ermənilərin sayı süni köçürmələr hesabına sürətlə artırıldı. 20-ci əsrin əvvəllərində isə Osmanlı ərazilərindən 10 minlərlə erməni gətirilərək İrəvan və ətrafına yerləşdirildi. Nəticədə bölgədə azərbaycanlılara qarşı dəfələrlə soyqırımlar və deportasiyalar həyata keçirildi. 1905-1907-ci illərdə 90 min azərbaycanlı deportasiya olundu, minlərlə insan qətlə yetirildi. 1918-1920-ci illərdə 300 mindən çox azərbaycanlı köçürüldü, yüzlərlə kənd dağıdıldı. Təkcə Zəngəzurda 10 min nəfərdən artıq insan öldürüldü. 1948-1953-cü illərdə 150 min azərbaycanlı İrəvan və 26 rayondan deportasiya edildi. 1987-1991-ci illərdə 300 minə yaxın soydaşımız qovuldu, yüzlərlə yaşayış məntəqəsi boşaldıldı. Ümumilikdə Qərbi Azərbaycan torpaqlarında Azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti 19-cu əsrin əvvəllərindən 20-ci əsrin sonlarına qədər davam etdi. Bu dövrdə Azərbaycanlıların qədim məscidləri, qəbirstanlıqları, toponimləri sistemli şəkildə məhv edildi, minlərlə kəndin adı dəyişdirildi. Sovet hakimiyyəti illərində də bu siyasət davam etdi. Ermənistan ərazisinə kütləvi şəkildə xaricdə yaşayan ermənilər köçürüldü. 1946-1949-cu illərdə təkcə Suriyadan, Livandan, Fransadan və digər ölkələrdən 96 mindən çox erməni Ermənistana gətirilərək əsasən Azərbaycanlıların tarixi yaşayış yerlərində yerləşdirildi. Azərbaycanlıların Qərbi Azərbaycandan son deportasiyası 1980-ci il hadisələri həm humanitar fəlakət, həm də böyük maddi itki oldu. Fərdi təsərrüfatlara dəymiş ziyan milyardlarla ölçülür, mənəvi itkilərin isə dəyəri hesablanmazdı. Azərbaycan xalqı bütün bu ədalətsizliklərə baxmayaraq tarixi yaddaşını qoruyub saxlayıb. 2020-ci il Vətən müharibəsində qazanılan qələbə və 2023-cü ildən qəbul edilmiş qayıdış konsepsiyası yeni mərhələnin əsasını qoydu. Bu konsepsiya Qərbi Azərbaycandan zorla çıxarılmış soydaşlarımızın öz yurdlarına könüllü, təhlükəsiz və ləyaqətli qayıdışını təmin etməyi hədəfləyir. Beynəlxalq hüquqa, o cümlədən BMT nizamnaməsinə, insan hüquqları üzrə ümumdünya bəyannaməsinə, qaçqınların statusuna dair konvensiyaya əsaslanır. Deportasiya olunmuş insanların mülkiyyəti və digər hüquqlarının bərpasını tələb edir. Qayıdış prosesinin beynəlxalq zəmanət, təhlükəsizlik və humanitar dəstəklə müşahidə olunmasını nəzərdə tutur. Əsas məqam ondan ibarətdir ki, Qərbi Azərbaycanlıların qayıdışı Ermənistan əleyhinə ərazi iddiası deyil, bu sadəcə olaraq insan hüququnun, öz dədə-baba torpaqlarında yaşamaq hüququnun bərpasıdır. Qayıdış prosesi qadınlar, uşaqlar, yaşlılar və həssas qrupların maraqları nəzərə alınaraq beynəlxalq standartlara uyğun aparılmalıdır. Geri qayıdan əhalinin sosial inteqrasiyası, reabilitasiyası və reinteqrasiyası üçün geniş proqramlar həyata keçirilməlidir. Nəticə olaraq, Qərbi Azərbaycan məsələsi bugün təkcə Azərbaycan üçün deyil, bütün regionda sülh və barışığın təmin olunması üçün mühüm əhəmiyyət kəsb edir. Qərbi Azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə öz torpaqlarına qayıtması, ədalətin bərpası, insan hüquqlarının qorunması və regionda davamlı sülhün əsas şərtidir.
Qərbi Azərbaycan bizim tarixi torpağımızdır. Bunu bir çox tarixi sənədlər təsdiqləyir. Tarixin müxtəlif vaxtlarında bizim xalqımız öz doğma torpaqlarından məhrum edilmişdir. 1920-ci ildə Sovet hökumətinin qərarı ilə və erməni millətçilərinin təkidi ilə digər bizim tarixi torpağımız Zəngəzur da Azərbaycandan ayrılıb və Ermənistana birləşdirildi. Ermənilər Qarabağdakı kimi Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə yeksan edib. Dünyaya göstərməyə çalışırıq ki, gəlin, baxın, gözlərinizi açın. Bu vəhşilikləri törədən erməni xalqıdır. Eynisini də onlar Qərbi Azərbaycanda da edir. Qərbi Azərbaycanda ermənilər tərəfindən törədilmiş dağıntılar mütləq dünya ictimaiyyətinə çatdırılmalıdır. Gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar.